Selamun aleyküm qardaşlar. Qəlbi xəstəliklərdən biri, insanı məhvə tərəf aparan, uçuruma tərəf aparan xəstəliklərdən biri həsəd aparmaqdır. Bu həsəd aparmaq o qədər təhlükəli bir xəstəlikdir ki, Allah Teala buyurur ki, "Və min şərri hasidin iza həsəd." Həsəd aparanın həsədinin şərrindən mənə sığının, mənə pənah aparın. Əgər bu həsəd aparan insandan soruşsan ki, sənin üçün sevindirici vaxt hansı vaxtdır? Cavab verəcək ki, mən o vaxt sevinirəm ki, o vaxt özümü yaxşı hiss edirəm ki, digərlərinin əlində olan nemətlər onların əllərindən çıxır. Mən o vaxt sevinirəm. O qədər bədbəxtdir ki, belə insan özünün saadətini düşünməkdənsə, xoşbəxtliyini düşünməkdənsə nə eləyir? Gözləyir ki, digərlərinin başına bir bədbəxt hadisə gəlsin. Digərlərinin əlində olan nemətlər onların əlindən çıxsın. Allah Əllamə Məclisini rəhmət eləsin. Əllamə Məclisi həsəd aparan insan barədə yazır ki, həsəd aparan insan əslində Allahın işlərini iradə eləyir. Ki, ilahi filan insana niyə elm verdin, niyə gözəl sima verdin, niyə filan kəsə filan neməti verdin? Sanki özünü Allahdan daha çox elmli, daha çox agah bilir. Bilirsiniz də Həzrəti Adəm əleyhissalamın iki oğlu var idi ki, onlardan biri Habil idi, biri də Qabil idi. Qabil Habildə olan nemətləri, onda olan o gözəllikləri, yaxşılıqları həzm eləyə bilmədi. Hər dəfə Habil bir gözəllik nümayiş etdirəndə Qabil qıcıqlanırdı. O həddə gəlib çatdı ki, o həsəd səbəb oldu ki, öz əlini doğma qardaşının qanına bulaşdırdı. Allaha and verək İzzət-i Cəlalına, Allah belə ağır xəstəlikdən və həsəd aparanların həsədinin şərrindən bizləri hifz eləsin inşallah.